Salam əziz abituriyentlər, yeni material Geron Infinitive izah edəcəyik. Diqqətlə qulaq asaq. Yadımda saxlayıram ki, sözündən sonra gələn feil bir daha ing qəbul edir, Geron versiyasına gedəcək. Sözünü gördüm, dərhal ing ver. Doğru variantın A, burada isə D olacaqdır. Daha sonra sənə imperativ veribdir, yeni model olaraq bunların hamısını qarışdıraraq veribdir. Əmr cümləsidir. Əmr cümləsini unutmayaq ki, ya feilin özü ilə verəcəksən, ya onun inkarı olan do və yaxud da ki be ilə verəcəksən. Məsəl üçün deyirəm ki, be quiet və yaxud da ki do it. İnkarı olsa don't be quiet, don't do it. Yəni inkar mütləq do ilə veriləcəkdir, özündən sonra not tələb edəcəkdir, amma to heç bir təqdirdə davam edə bilməz. Doğru variantım C variantı olacaqdır. Be quiet olar əlbəttə ki, doğru variantın B variantına gedəcəkdir. Don't mention this meeting. Doğru variantın B variantına gedəcək. Çox sadədir. Sadəcə olaraq yadımda saxlayıram ki, do be feillərindən istifadə edəcəm, ya da feilin özündən birbaşa istifadə edəcəm. Go there, don't go there. Do it, don't do it. Müraciətim isə qarşımdakı insanadır. Və yaxud da ki, deyir ki, blame him. Blame me for everything that goes wrong. Deyir ki, məni günahlandır. Təbii ki, demərəm ki, məni günahlandır. Deyirəm ki, don't blame me, məni günahlandırma, doğrudurmu? Və to da heç vaxt gələ bilməz. Expect o feillərdəndir ki, özündən sonra hər zaman to tələb edir. Bax, özündən sonra to tələb edən feilləri özün üçün qeyd et. Decide o feillərdəndir ki, hər zaman to tələb edəcəkdir. Qeyd etdik. Fonte feillərdəndir ki, özündən sonra hər zaman to tələb edəcəkdir. Sözünü gördüm, sözündən sonra ing-ni verəcək. Və yaxud da ki, decide o feillərdəndir ki, özündən sonra to tələb edəcəkdir. Dərhal verəcəm. Suggest o feillərdəndir ki, özündən sonra heç vaxt to tələb eləməz, ing tələb edəcəkdir, götürəcəm. Decide isə to olaraq götürəcəyik və doğru variantın D variantıdır. Promise o feillərdəndir ki, özündən sonra to tələb edəcəkdir, A variantını götürəcəm. Expect o feillərdəndir ki, özündən sonra to tələb edəcəkdir, Y variantını götürəcəksən. Davam edirəm. Promise o feillərdəndir ki, özündən sonra hər zaman to tələb edər, götürdük. Decide o feildir ki, yenə to'yu tələb edəcəkdir. Try o feildir ki, özündən sonra to tələb edəcək. Decide o feildir ki, özündən sonra to tələb edəcəkdir. Yenə promise burada gördüm və o feildir ki, özündən sonra to tələb edəcəkdir və promise to olacaqdır. Suggest o feildir ki, özündən sonra ing tələb edəcək, Y variantını götürdüm. Decide o feildir ki, to tələb edəcəkdir, götürdük və promise o feildir ki, özündən sonra to tələb edəcəkdir, götürdük. Try o feildir ki, özündən sonra to tələb edəcəkdir, götürdük. Promise o feildir ki, to tələb edəcəkdir, götürdün. Stop o feildir ki, özündən sonra ing tələb edəcək, götürdük. Və it is important, ardıcılıq belədir. It is, üstəgəl adjective, yəni zərf, üstəgəl tulu feil mütləq ardıcılığıdır və yaxud da ki, isi də mən was-la əvəz edə bilərəm. O səbəbdən də, bax, it is important, to support olmalıdır. Doğru variantım Y variantına gedəcəkdir. Of özündən sonra mütləq ing tələb edəcəkdir, dərhal götürdün. On özündən sonra mütləq ing tələb edəcəkdir, dərhal götürdün. Excited, about özündən sonra ing tələb edəcək, götürdün və remember gördün. Remember o feildir ki, özündən sonra həm to həm ing tələb edər. To verməyiblər, mən ing-ni götürəcəm. Promise özündən sonra to tələb edəcəkdir. To tələb edəcəkdir və to'yu götürəcəm. Və promise to tələb edəcəkdir, götürdüm. Insist on gördüm, özündən sonra ing tələb edəcəkdir, A variantını götürəcəm və allow gördüm, allow'dan sonra obyekt üstəgəl to gələcəkdir, götürdüm. Fail özündən sonra to tələb edəcəkdir, götürdüm. Sadəcə olaraq nə etmək lazımdır? Feilləri müəyyən dərəcədə öyrənmək lazımdır, verilən feilləri. Bu qədər sadədir, çətin bir şey yoxdur. Forget gördüm, forget özündən sonra to tələb edəcəkdir, götürdüm. Proud of gördüm, of'dan sonra ing gələcəkdir, götürdüm. Forget'i unutmaq ki, özündən sonra ing də olar, amma to ing ola bilməz heç vaxt. Was eager özündən sonra to tələb edəcəkdir, götürdüm. Və sözünü gördüm, sözündən sonra ing gələcəkdir, götürdüm. Want gördüm, wantdan sonra mütləq to gələcəkdir, götürdüm. Və want üstəgəl, obyekt üstəgəl yenə də to tələb edəcəkdir, götürdüm. Forget to turn off olacaqdır. Doğru variant olaraq götürdüm. Keçmişə dair hər hansı bir işi etməyi unutduğumuz zaman
to verəcəyik. He promised to finish. Doğru variant C variantı olacaqdı. He's interested in gördün və özündən sonra ing tələb edəcək götürdün. Forgot to attend. Verəcəksən zaten to attend ifadəsi də mövcud deyildir. By görmüsən, by'dan sonra mütləq ki ing gələcəkdir, götürdün. Stopdan sonra ing gələcəkdir və götürdük buradadır. Regretdən sonra ing gələcəkdir, götürdük buradadır. Kuşası about görmüşəm. Aboutdan sonra isə söz ing gələcəkdir, götürdüm söz önü olduğuna. Suggestdən sonra ing gələcəkdir, götürdüm doğru variantım, C variantı olacaqdır. Decide to olacaqdır, doğru variantın B variantıdır. Was careful, yəni to be üstəgəl, sifət üstəgəl to olmalıdır. Götürdüm. It is görmüşəm. To olmalıdır. To expect others. Expectdən də sonra to gələrdi, sildim. To ask other. Askdan sonra to gələrdi, sildim. It's bad to make others do. Doğru variantım do variantı gedəcəkdir. Make-dən də sonra bilirəm ki, sadə feil gələcəkdir mürəkkəb tamamlı funksiyasında. It is impossible to ask them. Askdan sonra mütləq to gələcəkdir və arada da şəxs əvəzi gələ bilməz. O səbəbdən də A variantı olacaqdır. Everybody was surprised by my. Yəli əvəzi ilə sonra ümumiyyətlə yadında saxlayırıq ki, ing gələcəkdir. Gerunda o biri düzəlmə versiyasıdır. Yəli əvəzi gördüm, ing verəcəksən doğru variant. Sözünü gördün, mütləq ing verəcəksən, doğru variantım gedəcəkdir. To have our computer, bu isə icbar növdə, icbar növün ardıcılığı. İcbar növdə yalnız 1-2 dənə test verilibdir. Ardıcılıqda isə have, has, üstəgəl obyekt, üstəgəl participle ardıcılığı verəcəksən. Yəni, icbar növ dır şəkildə tərcümə olur. We need to have our computer checked. Doğru variantım Y variantı olacaqdır. It is encouraging, yenə it is üstəgəl sifət, üstəgəl to olmalıdır. To invite young people, to inviting ola bilməz, doğru variantın Y-yə gedəcəkdir. He promised to tələb edəcək, götürdüm. He forgot to tələb edəcəkdir, götürdüm zaten. Hər hansı bir zaman versiyası gəlməsi mümkün deyildir. It is hard for, it is üstəgəl sifət, üstəgəl to resist olacaqdır, götürdüm. Müqavimət göstərmək mənasını ifadə edir. Enjoy o feili gözdən sonra ing tələb edəcəkdir. Götürdük. It is important. It is gördüm, sifət gördüm. To verəcəm. A variantı doğru olacaqdır. Və they try özündən sonra to tələb edəcəkdir. B variantını götürdün. Interested in sözünü gördün. ing-ni verəcəksən. Doğru variantın C variantıdır. Suggest gördün, özündən sonra ing tələb edəcəkdir. Bax, bu versiya olacaqdır. Decide özündən sonra to tələb edəcəkdir. A-nı götürdük. Decide özündən sonra to tələb edəcək, A variantını götürdün. It's common for students. It is üstəgəl sifət, üstəgəl ümumidir, yəni necə bir haldır ki, to experience B variantı doğru olacaqdır. Promise özündən sonra to tələb edəcəkdir və yaxud da ki, to discuss və yaxud da ki, not to discuss. Promise not to discuss doğru variantım C variantı olacaqdır. Zamana gedə bilmərik. Stop özündən sonra ing tələb edəcəkdir. Stop blaming. He stopped blaming. When were encouraged to olacaqdır. To be üstəgəl, sifət üstəgəl, to ardıcılığı Y variantında. Söz önü gördünsə ing verəcəksən, doğru variantın D-yə gedəcəkdir. Söz önü görsə ing verəcəksən, doğru variantın Y variantına getdim. Yenə it is veribdir, sifət veribdir, üstəgəl to overcome A variantı doğru olacaqdır və söz önü gördünsə ing verəcəksən, doğru variantın C-yə gedəcəkdir. Suggestdən sonra ing gələcək, doğru variantın C variantına gedəcəkdir. Çətin bir şey yoxdur. Bax, neçə dənə test verilibdir burada. Təqribən 139 dənə test verilibdir. Forget. To gələcəkdir, C variantını götürdün. Yəni, it is difficult, təbii ki, to verəcəksən, götürdün. I didn't mean to leave the event so early. Y variantını götürəcəksən. I look forward to olacaqdır, doğru variantım. I look forward to hearing. Yəni, söz önü üstəgəl ing verəcəksiniz. Not fair to join. It is üstəgəl to-nu veribdir. To Jane. To expect her to do everything. Yəni, it's not dan sonra fair to Jane veribdir. To expect her. Expect-dən də sonra mütləq to gəlməlidir. To expect her to do everything.
əhdi cümlə deyil, bu yadımızdan çıxartmayaq. O səbəbdən də diqqətli olaq. Və yəni buradakı ardıcıllıq belədir. It is, üstəgəl sifət, üstəgəl bu geyinə qarşı mənasını ifadə edir. Mənə feil lazımdırsa, bu feil to qəbul eləməlidir burada. O səbəbdən də mən bu ikisini ataram. Bunları saxlayaram. Make-dən sonra to gəlməsi, əloddan da sonra to gələr. Yadımda çıxartmayaq ki, bu əndli cümlə deyildir, yəni. Ona görə to expect her to da olacaqdır. A variantı doğru olacaq. It is difficult to tell her. Tell'dən də sonra to gələcək sildim. It is difficult to tell Bob, to olmalıdır. To tell Bob and John, to do it, C variantı doğru variant olacaqdır burada da. It is bad to make teenagers, it is bad veribdir, to choose olacaqdır. It is better let them, let'dən də sonra it is better to let them, let'dən də sonra to gələ bilməz, make a choice olardı. Və baxaq görək nəyə səhv elədik. It is bad to make. Burada make gəlibdir. Make-dən sonra it is bad-i veribdir. To make-i veribdir. Make-dən sonra sadə gəlməlidir. Make-dən sonra sadəni verdim və let-dən də sonra sadə verəcəm. Doğru variantım A-ya gedəcək. For görmüşəm söz öndə ing verəcəksən. Rogers yəlik haldan sonra yaddan çıxartmayaq ki, ing-li feil olacaqdır. By'dan sonra ing gələcəkdir və əhli cümləsi hər iki tərəfə ing gedəcəkdir. A variantını doğru götürəcəksən. It is impossible görmüsən və bayaq dediyim it is üstəgəl sifət üstəgəl to olacaqdır. Və yenə həmin ardıcıllıqdır. To cross olacaqdır. Decide-dan sonra to gələcəkdir. Doğru variantlıya gedəcəkdir. It's not safe to learn olacaqdır. Yenə bayaq ardıcıllıqdır. It's very boring və it was very boring fərq etmir. To olacaqdır. B variantı. 10 gördünsə mütləq ing-yə gedəcəksən. ing yalnızca bu ikisindədir. Told him to. Told-dan da sonra to gələcəkdir. Ona görə A variantı zamana gedə bilməz. Try to persuade her to talk, but she went on. Sözünü görürsə ing, try-dan da sonra to gələcəkdir. B variantı doğru olacaqdır. Və sözünü gördüm, ing verəcəm və didn't want Tom, want-dan da sonra to gələcəkdir. Ona görə doğru variantım Y variantına gedəcəkdir. Yəlik haldan sonra ing gələr. Ona görə də voice following olacaqdır. Yəni, çətin bir şey yenə deyirəm, yoxdur. Sadəcə olaraq biraz diqqət tələb edən materialdır. Və salam, bu qədər sadə. Biraz diqqət yetirmək lazımdır. Burada baxaq cəmi 139 dənə test vardı. Və mən 100-ə qədər gəldim. İstəyirəm ki, qalanı siz edəsiniz. Hər kəsə uğurlar arzuyuram.